Kupçalı dövlət ipotekasına tam yararlı 94 kvadrat metrdən ibarət super təmirli mənzil təqdim edirəm sizlərə. Mənzilimiz yerləşir Bakı Sumqayıt şosesinin üzərində, Masazır dairəsinə tam yaxın bir ərazidə. 94 kvadrat metrdən ibarətdir. 2 otaqdan 3 otağa düzəlmədir. Təqdimata başladıq. Qonaq otağından baxın, belə bir gözəl, səliqəli, geniş qonaq otağı var. Bu hissədə qapalı eyvan hissəsi var. Bağlanılaraq mətbəxə çevrilib. Geniş, normal mətbəxdir. Evdən yalnız götürüləcək soyuducu, digər bütün əşyalar, hər bir şey evdə qalacaq. Mənzilin istilik sistemi kombi sistemdir. Metlaq olan hissələr hər biri isti döşəmədir. Kombisidir, radiatorlarıdır, bütün avadanlıqlar hər biri quraşdırılıb. Bina 15 mərtəbədən ibarətdir. Mənzil yerləşir 3-cü mərtəbədə. Kupçalıdır, kupçası hazır, əldədir. Dövlət ipotekasına tam yararlıdır. Görürsünüz, belə bir gözəl, geniş mənzilimiz var. Binada 2 ədəd sürətli lift işlək vəziyyətdədir və bütün kommunallar fasiləsiz olaraq verilir. İndi isə keçək mənzilimizin digər hissələrini sizə təqdim edim. Burada yerləşir mənzilimizin əsas giriş qapısı. Geniş dəhliz hissəsi var. Düz qapı. Qonaq otağı, mətbəx idi sizə təqdim etdim. Bu hissədə yerləşir 2 yataq otağı və sağdan sanuzel. Baxın, belə bir geniş, dərin sanuzeli var. Qeyd etdiyim kimi, metlaq olan hissələr hər biri isti döşəmədir. Bina tam yaşayışlıdır və bütün kommunallar fasiləsiz olaraq verilir. Xırdalan şəhərində yerləşir. Masazır dairəsinə tam yaxın bir ərazidə. Bakı Sumqayıt şosesi üzərində 15 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir mənzilimiz. Bu bir yataq otağımız, burada isə daha bir geniş yataq otağımız var. Kupçalıdır, kupçası hazır əldədir və dövlət ipotekasına tam hazır şəkildə. Yəni, bu mənzili siz ipoteka ilə də ala bilərsiniz. Və gördüyümüz təqdimatda olan bütün əşyalar qalacaq, yalnız mənzildən soyuducu götürüləcək. Ətraflı məlumat almaq üçün YouTube kanalımıza abunə olursunuz, bizi Instagram və TikTokdan izləyirsiniz. Sizin də satışda əmlaklarınız, mülkləriniz varsa, buyurub bizə müraciət edə bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdən görüşənədək.